الحمد لله الذي هدانا لهذا وما كنا لنهتدي لولا أن هدانا الله وما توفيقي ولا اعتصامي إلا بالله عليه توكلت وإليه أنيب أشهد أن لا إله إلا الله وحده لا شريك له ولا نظير له ولا مثال له الذي لا أحصي ثناء عليه هو كما أثنى على نفسه وزجاره وجل ثناؤه ولا يحزم جنده ولا يخلف وعده ولا إله غيره وأشهد أن سيدنا وسندنا ومولانا محمدا عبده ورسوله السابق إلى الأنام نوره ورحمة للعالمين ظهوره صلى الله تعالى عليه وعلى آله وأولاده وأزواجه وأصحابه وأتباعه أجمعين أما بعد فيا عباد الله اتقوا الله تعالى وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولو أن قرآنا سيرت به الجبال أو قطعت به الأرض أو كلم به الموتى بل لله الأمر جميعا أفلم ييأس الذين آمنوا أن لو يشاء الله لهدى الناس جميعا ولا يزال الذين كفروا تصيبهم بما صنعوا قارعة أو تحل قريبا من دارهم حتى يأتي وعد الله إن الله لا يخلف الميعاد. Aziz insanlarımız, cümleye gələndə, məscidə gələndə, məscidin və cumanın ədəbinə, haqqına, hüququna riayət eləyərək gəlin. Səflərdə oturan cəmaatın haqqına, hüququna riayət eləyərək hərəkət eləyin. Əvvəli öncə gələnlər, ön səflərdə yerlərini sıx və düzgün alsınlar ki, boş yer qalıb, sonra gələnlər onun səhvinin ucbatından, o da o səhvi təkrar eləyərək, ondan istifadə eləyərək günaha girməsin. Siz də cümləyə gəlirsiniz, onlar da cümləyə gəlir. Amma cumadan əli boş dönmək, ələl-xüsus da günahla dönmək isə məni çox üzər. Bir çoxlarınız günahla dönürsünüz. Allah qorusun. Allah Rasulunun sünnətinə tərs hərəkət edirsiniz. Allah Rasulü səhvlərin üstündən adlayaraq keçməyin. Səhvdə oturan mələk misalında insandır. İbadətdədir o. Evindən çıxıb məscidə gəldiyi qəsdi, niyyəti, evindən dəstəmaz alıb çıxdığı andan ibadətdədir. Əgər piyada gəlirsə, atdığı hər sağ addıma müqabil Allah onun üçün savab yazar. Hətta 10 savab yazar. Arxadan sol addımın qaldırar, sağın böğrünə gətirər. Allah Cəllə Cəlaluhu bir günahını silər. Hətta 10 günahını silər. Yəni evinizdən çıxdığınız zaman məscid niyyəti ilə, ibadət niyyəti ilə gəlirsinizsə ibadətdəsiniz. Məsciddə oturduğunuz zaman dünya kəlamı söyləməsəniz, ibadətdəsiniz. Bunların heç birini, yəni layiq olduğunuz dərəcəni unutmayın. Allah sizi ən âli dərəcələrdə oturdur. Siz özünüzü ən adi dərəcələrə indirməyin. Bu ağrıdır mənə. Çox ağrıdır. Bəzən elə ağrıdır ki, hətta bir namazın ərkanı olmasa, bir cumanın ərkanı olmasa, bir imamlıq
məsuliyyəti olmasa, mən namaz qıldırmaram, düşüb çıxıb gedərəm. Bir şeyi təkrar elətdirməyin. Ya bilirsiniz, düzgünü öyrənin, bilin və düzə əməl eləyin. Ya bilmirsinizsə, öyrənin, öyrəndiyinizə riayət eləyin. Həm oturanlar yanlış eləyirlər, həm gələnlər yanlış eləyirlər. Oturanlar, öndə gələnlər sıx və düzgün oturmurlar, boş yer qoyurlar. Sonra gələnlər də millətin üstündən adlıya boş yerə keçmək istəyir. Öndə gələnlərin haqqı ön səhvlərdir. Ən azından bilin ki, əgər ilkin vaxtında cümləyə gəlirsinizsə, bir dəvə təsəddüq edəmiş qədər savab qazanırsınız. İkinci saatda gəlirsinizsə, bir sığırı təsəddüq eləmiş qədər savab qazanırsınız. 3, 4, 5, 6, ən 6-da ancaq bir yumurta təsəddüq eləmiş qədər savab qazanırsınız. Sonra da gəl, sən də bir dəvə təsəddüq eləmiş qədər savabı niyə itirirsən? Sıx otur. Birinci saatda gəlmirsən, düz otur, öndə otur, sıx otur. Səhabə bunun üstündə yarış eləyirdi. Birinci səhvin üstündə yarış olunurdu. Hər adam da durmazdı orada. Təqva, elm, ibadət, mütəmadi olaraq məsciddə ön səfdə duranlar gəlib ön səfdə dururdu. Həftədə bir dəfə məscidə gələn gəlib ön səfə getmirdi. Haqq var, hüquq var. Əzan oxunub, əzan oxunandan sonra məscidə gəlir, qardaşım, o birisi qardaşların üstündən basa-basa keçir. Ya bu səhv eləyib, qabağı boş qoyubdur. O da səhv eləyir, qat-qat artıq. Həm bunun savabı getdi, həm onun savabı getdi. Niyə belə eləyirsiniz? Allah sizə dəyər verir, siz niyə bu dəyərdən istifadə eləmirsiniz? Allah sizə mükafatın verir, niyə bu mükafatdan əli boş dönürsünüz? Gəldim, getdim, göründüm deyil məsələ. Hüzur-u ilahidə, rəhm ilahidə, Allah Cəllə Cəlaluhunun nəzdi, üluhiyyətində sən cuma qılan kimi savab yazıldı mı? Ya bir fikirləşin, bir fikirləşin. Özünüzə çəki və düzən verin. Bizi də zora soxmayın, özünüzü də savabdan məhrum eləyib əli boş dönməyin. Çünki cuma günü çox qiymətli, seyyidül əyyam deyir. Günlərin ən seyyidi, ən mübarəki. Ki necə mübarəkdir ki, onda bir an var ki, dua qəbul olunur. İstəmirsinizmi? Səhvin qaydası belədir. Öndəki boş yeri arxadakı səhv öz hizasından tutar. Hizonuza baxın. Əgər boş yer varsa, arxadasansa deməli günahın var. Boş yeri doldurmamısan. Boş yeri ola oradan arkada oturmuşsan. En birinci o boş yerin arkasında, 2 addım arkasında olan məhsuldur. En arkada, en sonradan gelen değil. Ve belə doldurulur ve en axırdakine de en axırda yer olur. En axırda gələnə de en axırda yer olur. Üzr istəyirəm. Yumurta təsəddüq verən gəlib dəvə təsəddüq verənin yanında oturmaq istəyir. Bunu mən demirəm. Ha, xoşunuza gəlsə də, gəlməsə də. Allah Rasulü deyir. Çox azınız müstəsna, çoxunuzun hər hal ki, çox qəzəbinə gəlir. Mənim bura çıxmam allergiyə səbəb olur. Allah rəhmət eləsin. Qaranlıq aydınlıqdan, yalan doğrudan qaçar. Günəş yalnız da olsa ətrafa işıq saçar. Üzülmə, doğruların qədəridir yalnızlıq. Qarğalar sürü ilə, qartallar yalnız uçar. Heç vaxtı qartalı bir yerdə uçan görməzsiniz. Onlar qarğa deyil ona görə. Haqq və hüquqa düzgün riayət eləyin.
Hiçbir şey haksız ve hukuksuz değil. Her şeyin özünün nizamı, intizamı vardır. Ora nizamlı ve intizamlı gitmek lazımdır. Husus məscidlər Allah'ın ibadet evləridir. Onlara. Çok kıymetli yerlerdir olar. Çok kıymetli. O kıymetli yerleri değerden öz uygunsuz, nizamsız hareketinizle düşürtmeyin. وَلَوْ أَنَّ قُرْآنًا سُيِّرَتْ بِهِ الْجِبَالِ Eğer dağlar hareket ettirilseydi, o اَوْ قُطِّعَتْ بِهِ الْاَرْضِ Eğer yer parçalansaydı, o اَوْ كُلِّمَا بِهِ الْمَوْتِ وَلَوْ أَنَّ قُرْآنًا سُيِّرَتْ بِهِ الْجِبَالُ اَوْ قُطِّعَتْ بِهِ الْاَرْضُ اَوْ كُلِّمَا بِهِ الْمَوْتِ Eğer dağlar hareket ettirilseydi, eğer yerler yarılsaydı, eğer ölüler danıştırılsaydı, mutlak bu Kur'an'la danıştırılırdı. Bellillahil emru cemi'a. Zaten gelecekte olacak ayrı ayet ve hadislerden, derslerimizin içerisinde de göreceksiniz. Hadislerde de göreceksiniz. Bu Kur'an'la olur. Eğer ölü dirilirse Kur'an'la olur. Eğer yer parçalanırsa o da Kur'an'la olur. Çünkü Kur'an Allah'ın kelamıdır. Allah'ın kelamıyla olur. Sen dağları yerinde durmuş sanırsan ama o dağlar akıp gitmektedir. Su akan kimi, bulaq akan kimi, çay akan kimi akıp gitmektedir. Vay o gündədir ki o selə dönsün. Vay o gündədir ki o daşsın, çağlasın, çalxalansın. Onda görün hal necə olacaqdır. Və yaxud yer. Bellillahil emru cemiya. Bunlar hamısı Allah'ın emriyle olur. Mekke'nin kenarına çıkmıştı Peygamber aleyhisselam. Mekke'nin, Kureyş'in küfür tabakası, küfrü yayan tabaka daha doğrusu. Müşrik ve kafirler oturmuştular. Allah Resulü onları imana, hidayete çağırdı. Ummeyyetul Mahzumi qalxdı arasından, dedi eğer dediğin doğrudursa bu dağlar bizi sıxır, bunları götür buradan. Eğer doğrudursansa onun dedesi ölübdü, onun babası ölübdü, bunun anası ölübdü, bunun filanı ölübdü. Diriltcinen ondan senin dediklerini soruşaq. Bu dağları götürdün de bura çaylar axıtcınan biz burada əkin əkəcək, məhsul götürəcək. Bu Allah'ın emriyle olur. Efelem yey'esillezine amenu en lev yeşâ'ullahu leheden nâse cemi'a. Allah isteseydi bütün insanları ele eləyərdi ki, onlar cümlesi hidayet olunardı. Ama onda kulluğun şirinliği iterdi. Onda küfrün acılığı gizlenirdi. Onda müminin değeri, kafirin değersizliği gizlenirdi. Onda mümin değersiz, kafir ise değerli görünirdi. Onda değerliyle değersizin kıymeti ölçülmezdi. Ey cemaat, siz çok değerlisiniz. Allah Celle Celaluhu sizi huzurunda toplamakla, en güzel meziyetlere sizi namizet tanımakla siz onu zayi eləmeyin.
müminler üzüldüğü zaman Allah Celle Celaluhu onların üzüntüsünü götürdü. Yani onların isteğiyle olmayacak. Allah'ın istediği olacak. Eğer Kur'an könülleri yumuşatmırsa, oradan küfür gedip yerine iman getmirsə, dağların getmesi zaten gedir. O da kördürsə, bunu görmürsə, onu yeniden senin eləməyinin bir anlamı yoxdur. Onsuz da o axır gedir. Dünya, galaktika, mevcudat və qıya doğru sürətlə axıb gedir. Saniyədə bilirsiniz neçə kilometr? Bunu bütün elm əhli o nəticəyə gələndə deyir, şiddətli bir partlayış olacaq. Bim bang olacaq, nə bilim nə olacaq. Amma siz zaten bilirsiniz ki, qiyamət olacaq. Dağlar un kimi ovulacaq, pambıq kimi atılacaq. Səma güneş kimi, qızıl gül kimi açılacaq, yarılacaq. Güneş nuru olmayacaq, qaralacaq, sönəcək. Bütün yaranmış bir yerdən yaranıb necə ayrıldısa, yenidən bir yerə küme kimi yığınacaq, zülmət olacaq. Siz zaten buna inananlarsınız. Bunu görənlərsiniz. Ama görməyənlər üçün yer zaten yarılır. İçerisinden bulaklar qaynayır. Ölüler zaten danışır. Sen zaten danışırsan, her yuxuda ölürsen, yeniden dirilirsen. O kadar yuxu yatıp dirilmeyenler var ki. Statistik olarak her gece götürseniz, yuxudan neçə nəfər qalxmadı. Sizin sayınızla onların sayının arasında belli bir interval yaranacaktır. Neden? Neyi gizledersiniz? Gizledebilmezsiniz. Allah isteseydi cümle inanardır. Ya vaxt tamam oldu da, ama mən tamamlaya bilmədim. Qalar başqa vaxtda tamamlayarıqsa, Allah ömür nəsib eləyərsə, mənə də imkan verərlərsə, tamamlamağa çalışarıq. İndi bu qədər gəlmişdi, amma gəldi, söyləyəcəkdim, amma qardaşlarımız fürsət vermədilər, biz də söyləyə bilmədik. Allah Cəllə Cəlaluhu dua eləyin ki, bunun davamını söylətsin. Ələ innə əhsənəl kələm və əbləğən nizam kələmullahil məlikil azizil əlləm kəmə qaləllahu təbərəkə və teala fil kələm və izə quriyəl Qur'anu fəstəmiyu ləh və ənsitu ləalləkum turhamun. Sadaqallahul azim.